Almaniyada bugün mühüm beynəlxalq tədbir, Münxen Təhlükəsizlik Konfransı öz işinə başlayır. Fevralın 15-də keçiriləcək konfrans Avropa ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin gərgin olduğu bir dövrə təsadüf edir. Tədbirdə 50-dən çox dövlət və hökumət başçısının, eləcə də 100-ə yaxın nazirin iştirak gözlənilir. Yeri gəlmişkən, Almaniyadan xüsusi müxbirimiz Günay Məmmədova hazırda elə bizimlə birbaşa bağlantıdadır. Günay, konferans çərçivəsində bu il hansı qlobal çağırışların gündəmə gətirilməsi planlaşdırılır? Sualın cavabını sizdən eşidik, efirdəsiz. Bəli, beynəlxalq təhlükəsizlik siyasəti sayəsində aparıcı platforma olan Münxen Təhlükəsizlik Konfransı 2026 dövrümüzün əsas xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli müzakirələr üçün imkan yaradır. Təhlükəsizlik Konfransının rəsmi səhifəsində belə yazılıb. Görüşə 100-dən çox dünya lideri dəvət olunub. Konfrans Avropada təhlükəsizlik vəziyyətinin getdikcə daha da qeyri-sabit olduğu bir dövrə təsadüf edir. Münxen Təhlükəsizlik Konfransı 2026-da müzakirə olunacaq mövzuları Avropa təhlükəsizliyi və müdafiəsi, transatlantik münasibətlərin gələcəyi, çoxtərəfli əməkdaşlığın yenidən canlandırılması, dünya nizamına dair rəqabət aparan konsepsiyalar, regional münaqişələr və texnoloji tərəqqinin təhlükəsizliyi üçün nəticələri daxildir. Təhlükəsizlik konfransı ərəfəsində Dağılma altında adlı 2026-cı il Münxen təhlükəsizlik hesabatı dərc edilib. Hesabatda qeyd olunur ki, 2-ci Dünya müharibəsindən sonra qurulmuş beynəlxalq nizam dağılma prosesinə daxil olub və Birləşmiş Ştatlar artıq qlobal sistemin qoruyucusu deyil və qeyd olunur ki, deməli sənədə əsasən Birləşmiş Ştatların Ukrayna məsələsində qətiyyətsiz mövqeyi və strateji geri çəkilməsi Avropada dərin qeyri-müəyyənlik yaradır. Vaşinqtondan gələn ziddiyyətli siqnallar fonunda Avropa ölkələri inkar və qəbul arasında qalıb və hesabatda bundan başqa qeyd olunur ki, son illərdə Türkiyə, Səudi Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və xüsusilə Çin qlobal inkişafın maliyyələşdirilməsi sayəsində daha önəmli və nəzərə çarpan aktorlara çevriliblər. Lakin bu ölkələrin yardım strategiyaları qərb donorlarının ənənəvi yanaşmalarından köklü şəkildə fərqlənir. Və qeyd edeyim ki, gözlənilir ki, 100-dən çox dünya lideri, müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə keçirilən konferansın əsas gündəliyi də məhz bu hesabatda qeyd olunan dağıdıcı siyasət və onun nəticələri olacağı gözlənilir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.